eBay dropshippingdə aylıq orta hesabla nə qədər qazanmaq mümkündür? Bunun açıqlamasını real olaraq qeyd edəcəm. Bu baxır sizin bu işi necə gördüyünüzə. Bu işi ikinci bir gəlir mənbəyi kimi görürsünüzsə, təbii ki, bu işdən orta bir qazanc əldə edə biləcəksiniz. Amma yox, bu işi siz əsas iş kimi qeyd edirsə, görürsünüzsə, həyata keçirirsə, o zaman çox gözəl nəticələr əldə edə bilərsiniz. Təqribi bir rəqəm istəsəniz, belə qeyd edə bilərəm ki, siz əgər ikinci bir iş kimi bu işi görürsünüzsə, əlavə qazanc kimi görürsünüzsə, 300-800 dollar arası bir təqribi rəqəm deyə bilərəm. Əsas iş kimi görürsünüzsə artıq bu işi, burada bunu qeyd edə bilərəm ki, bir sərhəd və bir məhdudiyyət yoxdur. Nə qədər çox məhsul analitikası eləyəcəksiniz, o qədər də çox məhsuldan gəlir əldə eləyəcəksiniz. Aydındır. Yəni bu gəliri təqribi 1000 dollar, 3000 dollar arası demək olurmu? Bəli, demək Real olar, amma görsənir bu. əslində realdır, amma daha da çox qazanmaq olar. Hətta daha da Bəli. çox. Aydındır. Təşəkkür edirəm səmimi cavabınız üçün.